İnsanlar tövbə məsələsində bir neçə qrupa ayrılırlar. Bəziləri əsla səmimi tövbə etməzlər. Hətta ömrünün əvvəlindən sonuna qədər, ölənə qədər pis əməllərə davam edərlər. Bu pis adamların halıdır. Bundan daha pisi isə ömrünün əvvəllərini ibadət və itaətlə keçirən, bu əməllər ona asanlaşdırılan kəsin ömrünün sonlarını pis əməllərlə keçirib bu hal üzərə ölən kəsdir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, sizdən biri cənnət əhlinin əməlini işləyər. Hətta cənnət ilə arasında bir arşın məsafə qalar. Onun kitabında yazılan onu qabaqlayar, cəhənnəm əhlinin əməlini işləyər və cəhənnəmə gedər. Bu hədisi İmam Buxari və Müslim rəvayət etmişdir. Hər şeyi gördüyü halda kör olmaq necə də ağırdır. Bundan daha ağırı isə hidayətdən sonra zəlalətə, təqvadan sonra günaha düşməkdir. Allah Əzzə və Cəllə buyurur ki, Amiletun nasibə təslə nəran həmiyə. Əməl etmişdilər, yorulmuşdular. Gedəcəkləri yer isə qızğın bir oddur. Bütün insanlar bu təhlükənin içərisindədirlər. Qulların qəlbləri Rəhman olan Allahın barmaqları arasındadır. İstədiyi şəkildə çevirir. Həsən el-Basri rahimehullah buyurur ki, təəccüblü olan həlak olanın necə həlak olması deyil, təəccüblü olan xilas olanın necə xilas olmasıdır.